bədəninin orqanları söhbət etməyə başladı. Bu söhbəti başlatan beyin idi. Mən olmasam, siz heç nə edə bilmərsiniz. Mən fikirləşirəm, bütün orqanları əmr edirəm. Deməli, ən önəmlisi mənəm. Söhbətə ürək qoşuldu. Yox, mən olmasam, sənin əmrlərin nəyə lazım? Mən qanı bədənə ötürürəm. Əgər mən dayansam, hamınız dayanasınız. Bildiniz? Ağciyərlər söhbətə qoşuldu. Elə arxayın danışmaya ürək. Biz nəfəs verməsək, sənə hardan olsun gətirəcək. Biz nəfəs veririk. Biz nəfəs gətiririk. Biz hamıdan üstünük. Mədə isə qaraciyərlərin sözlərini eşitdi və söhbətə qoşuldu. Siz nəfəs alın, qan dövran edin. Amma siz yemək olmadan yaşaya bilərsinizmi? Mən qidaları parçalayır, bədəni gücləndirirəm. Mən olmasam, siz aclıqdan ölərsiniz. Bildiniz? Əlləri isə söhbətdən geri qalmadılar. Hamınızı biz qoyuluruq. Biz kişilik yaratırıq. Biz olmasaq, siz heç nə edə bilmərsiniz, heç nə daşıya bilmərsiniz. Ayaqlar da bu sözləri eşidib söhbətə qoşuldu. Biz ayaqlar olmasaq, qaçıb oynaya bilmərsiniz. Biz sizi gəzdiririk. Özünüzü çox da öyməyin. Qaraciyərlər də bu söhbətdən geri qalmaq istəmədilər. Siz deyirsiniz, içirsiniz. Amma biz tənzimləməsək, bədən zəhər yuyar. Biz qanın istəyəcəyik. Bizsiz 2 gündə dayanmaq olmaz. Göz də söhbətə qoşuldu. Mən dünyanı görürəm. Mən olmasam, siz qaranlıqda necə yaşayacaqdınız? Qulaqlar da bu söhbəti eşidib söhbətə qoşuldular. Biz qulaqıq, muski və quşların səsini eşidirik. Biz olmasaq, siz insanların səsini eşidə bilmərsiniz. Özünüzü öyməyin. Nəhayət dil söhbətə son verdi. Gördünüzmü? Hamınız vacibsiniz. Beyin düşünür, əllər hərəkət edir, nəsnə daşıyır. Hamınız birlikdə düşün. Gəlin dalaşmayaq və birlik olaq. Bilin, hamınız birlikdə bir insansınız. Orqanlar deməli nə elədi? Orqanlar bir-biri ilə barışdılar. Barışdılar.